2026-cı ildə mart ayında Ermənistanda Avropa sammiti keçiriləcək. İlham Əliyev və Ərdoğan da sammitə dəvət olunubdur. Lakin İlham Əliyev Ermənistana getmək istəmir. Çünki o sülhün marağında deyil. Sadəcə ABŞ və Avropanın qorxusundan Ermənistanla sülh sazişi, yəni memorandumu, öhdəçiliyi oyunu oynadı Amerikada, amma ümumi sülh üçün oyunlarını hələ davam elətdirir. Amma bildiniz ki, Amerikaya getmişdi sülhə qol çəkməyə, ənində sonunda Putin icazə vermədi və memoranduma qol çəkdi. Yəni öhdəlik götürür ki, Paşinyan bizə tərəf hücuma keçməyəcək, İlham Əliyev də öhdəlik götürür ki, o üzə hücuma keçməyəcəyəm. Süktardır, öhdəlik götürürlər. Yəni öhdəlik deyəndə yəni fikrim yoxdur. Yəni ora hücuma keçməyə bir var, yox, mən sənin dediyin mənim üçün qanundur, eləməyəcəm, yox. Sadəcə ora hücuma keçməyə fikrim yoxdur. Yəni elə bir məqsədim yoxdur. Bax, memoranduma qol çəkdilər. Deməli, ABŞ və Avropanın qorxusundan Ermənistanla sülh sazişi oyunu oynayır hələ də. Lakin buna o sərf etmir. Sülh olduğu üçün xalqımız başını qaldıracaq və İlham Əliyev qabağında duramayacaq, ac xalqın qabağında. Qarabağ oyunları ilə aldada bilir İlham Əliyev. Deməli, dəyərli vətənlərim, sülh olduğu üçün xalqın başını Qarabağ oyunları ilə aldada bilmir. Və sülh tamamilə təməlli, daimi sülh olarsa, Azərbaycan xalqının Qarabağ, Zəngəzur oyunları ilə başını aldada heç bilməyəcək İlham Əliyev. Ona görə İlham Əliyev sülhdə maraqlı deyil. Deməli, ona görə İlham Əliyev Ermənistana getsə, orada sülhə qol çəkməlidir. Bunun üçün o Ermənistana getmir. Və 2026-cı ildə Ermənistanla sərhəddə, 2026-cı ildə, ilin əvvəlində Ermənistanla sərhəddə təxribat planları hazırlanır Rusiya ilə qarşılıqlı olaraq.